Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Əməkdar artist Elza Seyidcan bəstəkar mahnılarını süni intellektlə dəyişənləri məhkəməyə verəcəyi xəbər verilir ki, bu haqda sənətçi açıqlamasında deyib. O bildirib ki, bu yaxınlarda səhifələrdən birində mahnısı süni intellektlə dəyişdirilib. Bəstəkarların mahnısını belə etmək olmaz. Tək öz mahnımı yox, hər hansı bir bəstəkar mahnısını süni intellektlə dəyişdirənlərin hamısını məhkəməyə verəcəyəm. Ramiz Mirçilinin bir mahnısını gördüm, onu da dəyişiblər. Nisə Qasımovanın Yalandır Dünya mahnısı süni intellektlə dəyişdirilib. Onların hamısını məhkəməyə verəcəyəm. Süni intellektlə mahnı aranjman etmək qadağan olunmalıdır. Bunun qarşısı alınmalıdır. Süni intellekt nə bilir Azərbaycan muhamını, ritmini. Hərə biraz mahnını dəyişdirsə, həmin bəstələrdən əsər qalmaz axı. Geçsinlər süni intellektlə özlərinin mahnı hazırlasınlar. Amma bəstəkar mahnılarına toxunmasınlar. Belə getsə mahnılar yaddan çıxacaq. Bunun qarşısı alınmalıdır. Bu məhkəməlikdir.